dünənki günün ölümü yeni günün başlanğıcıdır. Məsələn, Buddada belə bir söz var ki, müdrik deyir, səhər yatağını köhnə ayaqqabılarını tərk eləyən kimi tərk edir. Olur mu sən təzə ayaqqabı alırsan, köhnəni çıxarırsan ayağından və atırsan zibil yeşiyinə. Bir son dəfə baxırsan, aylardır geydin onu. Xatirələrim. Hə, və bir daha girməyəcəksən o ayaqqabının içinə. Yeni ayaqqabı ilə həyatın davam edir. Köhnə gün də ölür. Sən yeni günə başlayırsan, çarpayıdan həmən qalx getginən. Əslində ölümlə daha mehriban, daha yaxın duyğulara çağırır bizi müdriklük ki, bu bizə qorxulu gəlir, çünki naməlumluqdur. Məktəbi qutaranda bizə qorxulu gəlirdi. Necə olacaq həyatımız? Evlənəndə bizə qorxulu gəlir. Necə olacaq həyatımız? Ata olanda bizə qorxulu gəlir, ana olanda qorxulu gəlir. Amma hər dəfə də başqa bir həyat yaradır. Ona görə ölüm, Quran da deyir ki, ölüm elə bu cürdür. Mənim qaydamda dəyişiklik görməzsiniz, deyir Allah. Ölüm həmişə yeni bir həyatın başlanğıcıdır. Ölür ki, insan dirilsin.